Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan dairəsindən Binəqədi Sentralinə gedən yolun üstündə şəxsi tikili həyət evi çıxıb satışa. Ev yeni təmirdən çıxıb. Həyətinə baxaq. Həyətin bir hissəsi yaşıllıq üçün nəzərdə alınıb. Bir hissəsi tamir daşlarla üzlənib. Evin qarşısında balkonu var. Gördüğünüz bu hissədə ehtiyat su anbarı var, 8 tonluq. Kombi aparatı bu hissədə quraşdırılıb. Mətbəxdən balkona qapı qoyulub buradan. Həyətinə baxaq burada buradan. Daxil olaq evin içərisinə. Bura dəhlizidir. Sanitar qovşağıdır. Bura uşaq üçün nəzərdə tutulmuş yataq otaqdır. Geniş dəhlizi var. Bura bir yataq otağı. Qonaq otağıdır. Aksesuarlar da quraşdırılıb hamısı. İkinci iri yataq otağıdır. Bura isə mətbəxidir. Mebellər də yığılıb. Bu hissədən də balkona çıxışı var. Evin ilkin qiyməti təyin olunub 110.000 manat. Real az olsa qiymətləndirmə olacaq. Maraqlanmaq istəyənlər videonun aşağı hissəsində qeyd olunan nömrə ilə əlaqə saxlasın. Əgər sizin də saçlanmacınız varsa bizə müraciət edin. Qısa zamanda saçına kömək edək. Kanalımıza abunə olmağı unutmayın. Sağ olun, bu qədər.